Excel proqramının hesablamaları. Deməli, Excel proqramında bizim 11 tip funksiyamız var. Qəbula onlardan hal-hazırda düşür. Deməli, 4 dənəsi. Bunlar hansılardır? Birinci, izah eləyəcəyim mətin funksiyaları. Həm belə göstərim, həm də Excelin üzərində göstərəcəm. Mətin funksiyaları. Bunlar nələrdir? Len, left, bir də right. Bu 3 dənəsi. Deməli, düstur bərabər işarəsindən başlayır. Ona görə düsturda qabağına bərabər yazırıq. İndi bizə məsələn A, B, 1, 2 deyə bir cədvəl verir. Excel-də keçən həftə dedik ki, sətr sütunlardan ibarət bir cədvəldir. Məsələn, B1-in içərisinə yazıb kitab sözü. İndi deyir len B1. Mən yazıram len B1. Bu o deməkdir ki, yəni B1-in içərisində neçə simvol var? Len simvolların sayını tapmaqdır. B1-də neçə dənə simvol var? 5 dənə. Ona görə cavab olur 5. Yəni biz götürürük bu B1-dəki B1 ümumiyyətlə nə deməkdir? Yəni B ilə 1-in kəsişməsi. Buradakı simvolların sayını tapırıq. Bu şəkildə. Növbəti ikinci keçirəm left-də. Left soldan saymaqdır. Right da sağdan saymaqdır. Yəni left soldakı elə bil verilən xanada, məsələn B1-də tutam yazıram 3 dənə. Yəni B1 xanasında soldan 3 dənəsini qeyd eləyirik. K, I, T. Yəni B1-də soldan 3 dənə nədir? K, I, T. Right eyni şeyi sağdan qeyd eləyir. Məsələn B1 tutaq ki sağdan 3 yazıram. Sağdan 3 dənəsini götürür. Sağdan 3 dənə olur T, A, B. İndi gəlin bunun nümunəsinə Excel'in özündə göstərim. Ardınca da kitabın testlərində göstərim. Tutam ki, məsələn, bizə verir ki, hər hansı bir xanaya B3 xanasına yazıb alqoritm sözü. Mənə deyir ki, məsələn, düsturda D2 yazır. D2 yazıb bərabərdir. Len, funksiyanı avtomatik tapır. Nümunəni göstərəcəm. Xeyr, istənilən rəqəm ola bilər. Məsələn, yazır len alqoritm. Bu deməkdir ki, alqoritmdə neçə simvol var? Enter vururam, mənim yerimi özü hesablayır. Sanki nəyə bənzəyir? ASC-dəki o simvolların sayını tapıb 1-ə vururduq. Eyni şey. Bu simvolların sayını tapır. Burada nəyə diqqət edeyim? Simvolları sayanda nə varsa sayırsam. Boşluq varsa onu da sayır. Nöqtə varsa, vergül varsa, nə varsa hər şeyi sayır. Bax, alqoritm və qoydum. Elədi 11 dənə simvol. Alqoritmdə 8 dənə idi. Bir dənə boşluq, 2 dənə də simvol burada. Bu şəkildə. İndi buradan 3 dənə simvol pozun. Sırası göstərəcək 8 dənə. Sonra gəlirəm left-də. Left soldan sayır. Məsələn, seçdim ifadəni, vergül qoydum 4 dənə. Yəni soldan 4 dənəsini qeyd elə. Enter vururam. Bir saniyə. Bizdə kompüter nöqtə vergüllə götürür. Bəli, proqram da nöqtə vergüldür. Bəzi kompüterlərdə vergüllə də var. Deməli, nöqtə vergül yazıram. Bir saniyə. Nöqtə vergül 4. Yəni, alqoritmdə soldan 4 dənəsini götür. Olur alqo sözü. İndi right-i göstərim. Yazıram bərabərdir right. Right. Seçdim. Alqoritm sözü. Məsələn, sağdan nə bilim 2 dənəsini götür. Olur TM. Və bu şəkildə. Buradan imtahanda sizi necə çaşdıra bilər? Bunları əzbərləsən. Yəni, len simvolları tapır, left soldan sayır, right sağdan sayır. Belə çaşdırar ki, yazar ki, left, left. Mötərizə açar, məsələn, B3, vergül, nöqtə vergül, məsələn, 3. Deyir, bunun nəticəsi nədir? Bunun nəticəsi gənclər elə gördüyümüz, yəni left B3 3. Yəni eyni bu xana heç bir hesablama aparmır. Səbəb çünki qabağında bərabər işarəsi yoxdur.
Mütləq diqqət edəcəyiniz şey olsun. Düsturda mütləq qabaqda bərabər işarəsi olmalıdır. Bərabər işarəsi yoxdursa, o hesablamadan sayılmır. İndi nümunəsini həm deməli Word-də göstərdik, həm Excel-də, PDF-də, həm də gəlin kitabdan onun nümunəsinə baxaq. Məsələn, 103 və 104-cü suallar. 103 və 104. Və 103-cü sualda len A2 deyir. Birinci sualın başına baxıram, D1-i soruşur. D1 yəni D ilə 1-in kəsişməsi, yəni söhbət buradan gedir. Burada da yazır len A2, A2 budur. Yəni A2-dəki simvolların sayını tap. 6 dənə simvol var, elə cavab 6. Sonra 104-də D1-i soruşur. D1-də yazıb left A2-dən 5 dənə. A2-ni tapıram. A2 sözü budur. Tələbə sözü yenə. A2-dən soldan 5 dənəsini götür. Soldan 5 dənə sayanda olur tələb sözü. Bu şəkildə. Bu belə. Bir şey O soruşmaq zaman olar. buyurun əlbəttə. Mən yadda saxlamaq üçün soruşurum. Bu len nəsə qısaldılmış şeydi, yoxsa Lens, uzunluq. hə, başa düşdüm. Hə, mən məntiqini tutmaq istəyirdim onun üçün. Hə, Çox sağ ol. yaxşı edirsiniz. Narahat olmayın. Buyurun, siz də sağ olun. Sonra gəlirik növbəti mətn funksiyalarını bitirdik. Bu üç dənəsi düşür bizə. Keçirik. Keçirik. Deməli, ikinci keçək riyazi funksiyalara. Riyazi funksiyalar. Bunlar nələrdir? ABC var. Sonra faktorial var. Sonra POVE var. Yenə bunları belə də göstərim. Kompüterdə də göstərim. Excel-in özündə. Bir də sonra da bir iki dənə misalı köməkli işləyək. Sum var və sum if var. Bizə düşənlər bunlar. Yəni əslində biz yazdığımız ifadələr, funksiyalar sayı az yazırıqsa, yəni bu qəbula düşənlər bunlardır. Yoxsa belə riyazi funksiya bu qədər deyil. Bir xeyli funksiya var. İndi burada bax gənclər. Yazıram A, B, bir dənə də bu səfər C əlavə edək. C. 1, 2, 3, 4 dənə. Burada əsas diqqət eləyirik nəyə? Deməli, bizdə nöqtə vergül anlayışı var, bir də iki nöqtə anlayışı var. Birinci bunu biraz aşağıdan yazım. Mən A1 nöqtə vergül A3 yazıramsa, söhbət A1 və A3-dən gedir. Yəni 2 dənə xanadan. Mən A1 2 nöqtə A3 yazıramsa, A1'den A3'e söhbət gedir. A1, A2, A3-dən gedir. Və Diapazon. yaxud, məsələn, A, B, C. Tutalım, bunu yazdım. 1, 2, bir də olsun 3. Diapazona keçəndə uşaqların qarışdırdığı hissə nədir? Deyir ki, sualda, məsələn, B2 nöqtə vergül C3. Bu B2 ilə C3. Bu X qoyduqlarımdır. Mənə yazsa B2 2 nöqtə C3. Bu o deməkdir ki, buradan qırmızını götürürəm. Mən bax bu hissədən B2-dən başlayıb C3-də qurtarmaq şəklində düzbucaqlı çəkməliyəm. Yəni bax bunu. Uşaqlar bəzən hesablamada bunu bu şəkildə, sonra təzən elə bil bunu sayır, bunu sayır, sonra təzən C1-ə gedir, C1, C2, C3-ü sayır. Mən çəkdiyim düzbucaqlı o deməkdir ki, yəni mən B2-dən başlayıramsa, o demək ki, B2-dən daha yuxarı gedə bilmərəm. Yəni B-dən əvvəlki sütun 2-dən əvvəlki sətr ola bilməz. Yəni başlanğıc B və 2-dir. Bunu göstərir. Bitmə C və 3-ü göstərir. Və bu şəkildə. Yəni demək bunun içində 4 dənə xana var. Onda gəlin bunları hesablamamışdan riyazilər. Çünki riyazidə 2 nöqtələr var deyə. Elə bunun üzərindən xana hesablanmasını izah edeyim, sonra da funksiyalara keçək. Xana hesablanması nədir? Məsələn, mənə deyir ki, tutaq ki, A3-dən C9-a qədər neçə dənə xana var? Biz bunu necə hesablayırıq? Normalda cədvəl çəkib, orada da bax necə ki, indi B2-dən C3-ə cədvəl çəkdim, X dadım ki, bunlardır.
Cədvəl çəkib də eləyə bilərik. O çox vaxtımızı alır. Daha sürətli necə eləyə bilərik? Yazıram ki, birinci sətri hesablamaq lazımdır. Yəni birinci sətirləri tapıram. 3-dən 9-a ya rəqəmləri sayıram, ya 9-dan 3 çıxıb üstə 1 gəlirəm. Deyirəm 7 dənə sətir var. İkinci sütunları hesablayıram. Sütun nədir? A-dan C-yə qədər hərfləri. A, B, C. Elədi 3 dənə. Və ən sonuncu xananı hesablayıram. Xana da sətir və sütunun hasilidir. Yəni 7-ni 3-ə vururuq, deyirik 21. Bu da oldu xananın hesablanması. Buna görə biz mütləq əlifbanı ingiliscə əzbərləməliyik A-dan Z-yə qədər. Niyə? Çünki bizdən birdən bizə düzdür, qəbul indiyə qədər düşməyib, amma elə hərf verər ki, məsələn deyər ki, tutaq ki, Y-dən, Y3-dən, məsələn deyirəm, nə bilim, K7-yə qədər neçə dənə xana var, ya da neçə sütun var. Sətir desə sıxıntı yoxdur onsuz da, sətir rəqəmlərdir. Amma sırf o hissəyə görə, yəni ya sütun ya xananı soruşar deyə hər ehtimala əlifbanı əzbər bilməlisiniz. 26 dənə hərf var. ABC sonunda qulaq asmaqdan yadda saxlamaq olar. Bu şəkildə bu xananın Telefonu da hesablanması. telefonu da klaviaturası yadımıza salananda gözümüzün qabağına götürsək Onlar yadımıza yəni düşəcək. artıq nə ilə işlədirsinizsə. İndi gəlin sizə bir dənə xana hesablanması verim. Özünüz hesablayın. Məsələn bu 93-cü sual. Super, düz 9. Necə hesabladıq? 3 dənə sətir var. 7-dən 9-a qədər. Yəni 7, 8, 9. Bu 3 dənə sətir. A-dan C-yə hərf var. A, B, C. 3 dənə hərf. 3-3-ə də vuranda elədi 9. Əla. Bu belə. Sonra keçirik nəyə gənclər? Davam eləyək. Burada riyazi funksiyaların hesablanması. İndi ABC nədir? ABC modulu tapmaqdır. Məsələn, bura gəl bunun içini doldurun. -3, 2, 7, 4, ada, sual, ulduz və s. İndi ABC yazıram. ABC B2. Yəni B2 xanasındakının modulunu tap. -3-ün modulu nədir? Müsbət 3. Yəni ABC mənfi ədədi müsbətə çevirir. Faktoriala baxaq. Məsələn, C1 faktorial. C1-in faktorialı. C1-ə yazıb 4. 4 faktorial nədir? Yəni 1-dən 4-ə qədər vurmaq. Faktorial 1-dən həmin ədədə qədər vurmaq deməkdir. Bir-birinə vuran neçə alınırsa onu götürürəm. Sonra power. Power qüvvətə yüksəltməkdir. Bax, fikir verin, ABC və faktorialda bircə dənə xana yazdıq. Yəni bir xananın faktorialını tapır, bir xananın modulunu tapır. Power qüvvətə yüksəltməkdir deyə mütləq 2 dənə xana olmalıdır. 2 dənə xanadır deyə biz bunu nöqtə vergüllə yazırıq. Yazıram A1 nöqtə vergül C1. Bu nə deməkdir? Və yaxud da gəl C4 eləyim bunu. C4. Bu deməkdir ki, A1-in bir də C4-ü. Bu ikisini götürürəm. Yəni A1-in üstündə C4. Yəni 2-nin üstündə 7. Elədir 128. Bu şəkildə. Yəni birinci əsasdır, ikinci verilən qüvvətdir. Produkt hasildir, vurmadır. Artıq produktdır, samdır, samifdir. Bunun üçündə də nöqtə vergüldə yaza bilərsiniz. 2 nöqtə də yaza bilərsiniz. Yəni, məsələn, mən yazsam ki, A1 nöqtə vergül C4 təkcə 2-ni 7-yə vuracaq. Amma mən yazsam ki, A1 2 nöqtə C4 o halda bax A1-dən C4-ə qədər. Yəni, bu gördüyünüz bütöv cədvəldir. Çünki bütöv cədvəli işarə elədik. Cədvəldəki rəqəmləri bir-birinə vurur. Yəni, 2-ni vurur -3-ə, vurur 4-ə, onu da vurur 7-yə. Yəni, bütün rəqəmləri bir-birinə vurur. Artıq hərfdir, işarədir, bunlara baxmır. Çünki rəqəmlə işləyirik.
Sum da eyni şeydir. Toplamaqdır. Məsələn, yazsam A1 2.C4. Yenə nə rəqəm görürsünüzsə, hamısını toplayır. 4 üstəgəl 7. Yəni bu diapazondakı rəqəmlər. Sum if şərtə görə toplamaqdır. Şərtdə nə yazıbsa. Yəni məsələn, tutaq ki, sum if yazır ki, A1 C4 diapazonunda böyükdür, məsələn 2-dən. Yəni bu diapazonda 2-dən böyükləri topla. 2-dən böyük diapazonunda nə var? Bir 7 var, bir də 4 var. Onda yazıram 4 üstəgəl 7. Və bu da olur sum if-in cavabı. Deməli, ümumiləşdirsək, ABC modulu tapır, faktorial 1-dən həmin ədədə qədər vurur, po və qüvvətə yüksəltməkdir, product hasili tapmaqdır, sum cəmi tapmaqdır, sum if şərtə görə cəmi tapmaqdır, şərtdə verilənləri. Məsələn, nümunəni yenə Excel üzərindən göstərin. Tutaq ki, gənclər, bunları silək. Demək, biz diapazonu seçib delete düyməsi vuranda diapazondakı bütün simvolları silir gənclər. Əgər yox, əksinə, mən diapazonu seçib, elə buradan onu da demiş olaq. Backspace-i vursam, təkcə aktiv xananı silir, yerdə qalanlara dəymir. Deməli, delete bütün xananı silir, backspace aktiv xananı silir. Onu da tutaq yazıram ki, burada rəqəmlər 5, 6, -2, 7. Bunlar yazdıq. Bu hissəni bayaq faizi çevirmişdik. Burada 4 yazım. Məsələn, yazıram ki, bərabərdir. ABC ABC saniyə funksiyanı seçilməlidir. ABC bu xana -2 eləyəcək müsbət 2. Deməli, ABC mənfini müsbət elədi. Sonra yazıram, məsələn, bərabərdir faktorial. 5 faktorial hesablayaq. 5 olacaq 120. Bərabərdir po və qüvvətə yüksəltmə. Məsələn, po və də yazaq. 7-nin üstü hesablasın 5-i. 7-nin üstü 5-i hesablayır. Yazıram, məsələn, bərabərdir product. Hasil tapsın. Ya buna da diapazon verək. Hamısı bir-birinə vursun. Bütöv diapazon. Burada gördüklərinizi. Saniyə. Burada hamısını bir-birinə. Sonra yazıram sum toplamaq. Yenə seçsin, hamısını toplasın. Yazıram sum if şərtə görə toplama. Seçdim diapazonu. Şərtdə də qeyd edirəm ki, məsələn, tutaq ki, böyükdür, məsələn, 2-dən. 2-dən böyükləri toplasın. Dırnağı bağlamadım, bir saniyə. 2-dən böyükləri toplasın. 2-dən böyük orada 7-dir, 5-dir, bir də 4-dür. Nəticə toplayıb bizə yazıb göstərir. Və bu da bunun Excel-də formaları. Deməli, düsturarmada baxsam nə yazmışam? ABC mənfini müsbətə çevirir, faktorial 1-dən həmin ədədə qədər vurur, po və qüvvətə yüksəldir, product hasil, sum toplamaq, sum if şərtə görə toplamaq. Düsturu göstərmək və yaxud da nəticəsinə baxmaq elə formuladadır. Ümumiyyətlə, düsturları formuladan da yazmaq olar. Elə görünüb görünməməsini yenə formuladan tənzimləyirik. Düsturu eyni zamanda Home-un editingindən də yazmaq olar, bu avtosum hissəsindən. Və yaxud da burada fx vasitəsilə açıb düsturu yenə buradan yaza bilərsiniz. Gəlirik indi növbəti. Şərt ödənilməsə necə olur? Necə ki, Asim şərt ödənilməsi? Yəni, şərt ödəyən yoxdursa 0 yazır. Şərt ödəyənləri toplayır. Məsələn, tutaq ki, məsələn, yazıram 8. 8-dən böyükləri topla. 0. Yəni, 8-dən böyük yoxdur. Bu şəkildə. Yəqin ki, bunu soruşmaq istəyirdim. Tamam. Sonra gəlirik, məsələn, gənclər. İndi testlərdən nümunələrə baxaq. Gəlin belə tək-tək birinci çox çətinə salmayaq sizi. Baxırsınız kitabın testlərindən. Deməli, riyaziləri izah elədik. Bunları bir saniyə. Onu çıxım təzədən girim. 388.
Buyurun gençler. 163 bir de 162'den başlayalım. 162, 163. Birinci bu ikisini yazın. 162, 163. Əla, süper. Deməli, cavablar əla, düz yazdıqlarınız. 162-ci sualda deyir ABC. ABC modul tapmaqdır. Yəni mənfini müsbətə keçirir. Baxıram D3 deyir. D3 bax D ilə 3-ün kəsişməsində duran xana. Budur. Mənfi 21-in modulu müsbət 21-dir. Bunu götürdüm. Deməli, mənfi 21-i modula salır. Modul yəni mənfini müsbət eləyir. Müsbət olduğu kimi qalır. Y1-i soruşur. Y1 bu. Faktorial B1. B1 də 3-dür. Yəni 3 faktorial. 3 faktorial nədir? 1 vur 2 vur 3. O da eləyir 6. Buna düzgün cavab olur A variantı. Baxırsınız, indi bir də 164-ə də baxın. Bir dənə də sandan işləyək. Tamam. Deməli, mənim o birində 21 eləmədi. 21 götürmədim. Hə, üz istəmir 162-də modulda 21 deyib bunu götürmüşük. Bəli, bəli. 21-dir 162. Bəli, bəli, 21-dir. Deməli, tamam, 5, 2 nəfər, 4 nəfər, başda B, 2, 16. Yox, Fərid, nəyisə səhv hesablayırsan. Yəqin birinci toplamanı filan eləyibsən. Bax, Kəncər, burada 164-cü sualda. Deyir A1, A1 nədir? 3. Bax, bunun yazılışı belədir. 3 üstə gələk. Sam C1-dən C3-ə, C1, C3 bölünsün 5. Yəni C1-dən C3-ə qədər topla, C1-dən C3-ə qədər topladım 10. Bunu böl 5-ə, üstə 3 gəl. Onu 5-ə bölürəm 2, üstə 3 gəlirəm 5. Çünki biz birinci vurma bölməni işləməliyik. Yəni bax bu hissə birinci işlənilməlidir. Sonra üstə gəlməliyik. Nə zaman üstə gəlib bölərdim? Əgər belə versəydi, yazsaydı ki, mötərizə açıb A1 üstə gələk sam. Çünki biz bilirik ki, vurma bölmədən qabaq birinci mötərizəli olunur. C1, C3 bölünsün 5. Hə, o halda deyərəm ki, belə. A1-dən A1-in üstünə sam C1, C3-ü gəl, sonra 5-ə böl. Amma burada A1 mötərizədə deyildi. Deməli, mən birinci bunu toplayıb 5-ə bölürəm. Yəni, birinci mötərizəni həll elədim. Funksiyanı həll elədim. 5-ə böldüm. Sonra üstə A1 gəldim. Və bu formada hesablayırıq. Tamam. Bunu da başa düşdünüzsə, gəlin bir dənə də POV-dən yazaq. 165. 165. Əla, bəli. Deyir ki, 165-də B1-in üstündə POV 4. B1 nədir? 3. Yəni 3-ün üstündə 4. Eləyir 81. Produkt hasilli gənclər. Və bu tip suallarda bu nə yazıb? A2 2.B2.
Bizdən soruşsa ki, nə zaman nöqtə vergüllə iki nöqtənin fərqi yoxdur? Əgər xanalar yanaşı gəlirsə. Çünki bax deyir ki, sualda elə bil printeri yadınıza salın. Tire işarəsi burada elə bil nöqtə, iki nöqtə deməkdir. Məsələn, biz A1, 2 nöqtə A4 deyəndə A1-dən A4-ə qədər deyirik. Printerdə də 1 tire 4 deyirdik, 1-dən 4-ə qədər. Adi printerdə də nə zaman vergüllə tirenin fərqi qalmaz, yanaşıdırsa. Yəni 1 vergül 2 də desən eyni şeydir, 1 tire 2 də desən eyni şeydir. Burada da eyni ilə A2 B2 deyirsə, yəni A2-dən B2-yə, yəni bu ikisi. Bu ikisini vur deyir, bir də C1 C2-ni vur deyir, bir də bu ikisini. Yəni nə bilir uşaqlar, bunu yazanda nə yazırıq? A2 B2-dəki rəqəmlər nədir? 6 ilə 2. C1 C2-dəki nədir? 8-dən 2. Yəni hamısını bir-birinə vurursan. İstəyirsən 6-nı 2-yə vur, sonra vur. İstəyirsən belə bu şəkildə vur. Fərqi yoxdur. Yəni hamısı yekun olaraq bir-birinə vurulur. Super, düz. Cavab deyən yoldaşlar, düz deyirsiniz. Cavab A variantı. Və bu da belə. Produktın izahı. Yəni hasillərini tapdıq. O zaman düşünürəm ki, buradan yəqin ki, qaranlıq qalan bir şey yoxdur riyazidən. Bir də bayaq uşaqlardan biri soruşmuşdu. Yəni ki, bu ABC-nin açıqlamasını istəyir. Bu absolut deməkdir. İngiliscədən yəni mütləq ifadə deyir də modul. Absolute yazılır belə. Bunun qısaltmasıdır, belə deyim. Yerdə qalanlar deyil, onsuz da İngiliscədən elə sözün özüdür. Tamam. Faktorialda elə faktorialın qısaltması. Gəlirik növbəti uşaqlar, keçirik nəyə? Statistik funksiyalara. Yeni səhifədən yazam. Növbəti statistik funksiya olur üçüncü. Statistik funksiyalar. Bunlar nələrdir? Deməli, minimum hamımızın bildiyi, maksimum, ədədi orta, saymaq. Bir də kimlər ki, rus dilində öyrənirsə dərsi, yəni imtahan üçün fərqi yoxdur, gənclər. Bunlar rus dilində də verilir. Mötərizə hissəsində rus dilini yazır. Nə iş gördüyünü. Yəni o baxımdan narahat olmuyor. Bir də countif. Belə hamısı da bərabərlə başlayır. İndi yenə bunlara da bir dənə cədvəl çəkim. Nümunə kimi yenə bunları da göstərim. A, B. Məsələn 2 dənə, 1, 2, 3 dənə bəsdir bunlara. 3 dənə. İndi tutaq ki, yazır bura 3, bura kitab yazdı, bura 2 yazdı, burada 1 yazdı. Birinci minimum A1 2.B3. Yəni bu göstərilən diapazonda və bu diapazonda bütöv olaraq ən kiçik qiymət nədir? Ən kiçik qiymət 1. Düzgün cavabım olur 1. Maksimuma yazıram. Maksimum A1 B3. Göstərilən diapazonda ən böyük qiymət nədir? 3. Növbəti average. Average ədədi orta deməkdir. Yəni toplayıb sayına bölmək. A1, B3 diapazonundakı rəqəmləri toplayır, sayına bölür. 3-ü, 1-i, 2-ni toplayır, bölür 3-ə. Deməli, diapazonda rəqəm olan xanaları topladı, böldü rəqəmlərin sayına. Yəni, bildiyimiz ədədi orta. Count, short, yəni saymaq. Yazıram A1, 2.B3. Bu arada özüm hamısını 2 nöqtə ilə yazıram. Nöqtə vergül yazsın, çünki cəmi 2 dənə xana olacaqdır, yəni. 2 nöqtə ilə qeyd edirəm. Fərqi yoxdur. Bunların hamısında 2 nöqtə dolar, nöqtə vergül dolar. A1, B3, yəni A1-dən B3-ə rəqəmlərin sayını tap. 1 dənə, 2 dənə, 3 dənə rəqəm var. Sanki əvvəlcə məxrəcində ilə bil. Count A dolu xanaların sayını tapır. Ol, belə düşün də, olun qısaltması. A1, B3. A1, B3-də neçə dənə dolu xana var? 4 dənə. Çünki bir dənə də mətn olan var. Yəni count aya fərqi yoxdur. Rəqəmdir, hərfdir, işarədir, simvoldur. Count A dolu xananın sayını tapır. Əsas orada dolu olsun. Boş olmasın. Yəni gözünüz boşları saymadı. Count if şərtə görə sayır. Yəni biz buna deyirik baxır vəziyyətə.
Necə? Tutaq ki, yazır ki, şərtdə böyükdür 1. Yəni 1-dən böyüklərin sayını tapır. 1-dən böyük neçə dənə xanamız var? 2 dənəsi 1-dən böyükdür. Count if-də təkcə rəqəm müqayisə olunmur. Məsələn, yaza bilər ki, count if A1 B3-də məsələn kitab olan xanaların sayını tap. Yəni neçə dənə xananın içinə kitab yazılıb. Bu o deməkdir ki, bir dənə xananın içində kitab var. Yəni illa da böyük kiçik işarəsi yox. Birbaşa ədəd də, yəni ifadə də verə bilər. Məsələn, yazıram count if A1 B3-də dırnaqda 2. Bu o deməkdir ki, içinə 2 xana yazılan xanalar. Elə bil ha bərabərdir 2 yazdım. Ha eləcə 2 yazdım. Eyni şeydir. Yəni fərqi yoxdur. Yəni bu diapazonda içərisinə 2 yazılan bir dənə xana var. Və yaxud da ən çətin formada count if-i necə verə bilər? Yazar ki, A1 2 nöqtə B3 dırnaq açar, sonra dırnağı təzədən bağlayıb siləşi qoyur. Biz də baxarıq ki, bu dırnağın içinə heç nə yazmayıb axı. Mən nəyin sayını tapım? Bax, nə gözəl deyirik. Heç nə yazmayıb. Yəni heç nələrin sayını. Yəni boşluqların sayını tapır. Neçə dənə bizim boşluğumuz var? 2 dənə. Deməli, nəticə olacaq 2. Yəni dırnağın içində nədirsə, rəqəmdirsə rəqəm, hərfdirsə hərf, super, bəli. Boşluqsa boşluq. Nədirsə onu tapırıq. Böyükdür birdən böyük, birdən kiçikdir birdən kiçik, birdən nə verib son. Bax, count if budur. Bir dənə count if-cə tam tutduzsa, yerdə qalanlar düşünürəm, rahat deyəm. Minimum ən kiçik, maksimum ən böyük, əvvəlki topla sayına böl. Count rəqəmi say, count if, count A-da nə görsən say, yəni dolu xanaları, boş olmasın, əsas ol. Bu da belə. Gəlin, bunu elə birbaşa testin üstündən baxaq. Məsələn, baxırsınız, deməli, 155 və 156-cı suallar. 155 və 156. Ümumiyyətlə elə ekranda gördüyünüz 4 sualın 4-ündə. Amma cavabları tək-tək yazmayın gənclər. 4-ünü də yazın suallara. Cavabı elə yazarsınız. 55 budur, 56 budur, 60 budur, 61 budur deyə. 4-ünü də yazın. Çünki sürətli yazanlar tez yazırlar. Biraz asta işləyən ya da çata biraz gec yaza bilən çatdıran var. Super yazılanlar. Count A1-dən D4-ə. A1 D4 diapazonu budur. A1-dən başlayıb D4-də yekunlaşdırıram. Count rəqəmlərin sayını tapmaqdır. 1, 2, 3, 4, 5, 6, 7. Bu birlərdə məsələn 3 apostrof yazır, 5 apostrof filan. Bunlar rəqəm deyil. Deməli sayını tapdıq. 3, 6, 7 dənə. Deməli 7 dənə burada rəqəm olan xana var. Keçirik 156-ya. Əvvəl heç ədədi ortadır. Ədədi orta nədir? Toplayıb sayına bölmək. Deyir A1 C4, yəni A1-dən C4-ə qədər. Bu diapazon. Bir də əlavə olaraq D3 və D4. Yəni D3, D4. Burada tələbə soruşur ki, bu sualda belə yazmaqla A1, D4 yazmağın fərqi nədir? Sırf D1, D2-ni götürmək istəmir. Onsuz da düzdür, sual üçün D1, D2 boşdur, amma ona görə yazır. Bir də uşaqların bu sual üçün 156 üçün səhvi nə olur? Götürür A1 C4-də hesablayanda yazır 5 A1-dəki qiymətdir. Bax buranı sayıram. 5, 1, 9, 1, 8. Yazır 5, 1, 9, 1, 8. Sonra götürür bunu öz sayına bölür. Sonra bu birisini hesablamağa çalışır. Bunların hamısı bir mötərizə olduğuna görə hamısını bir yerdə hesablayırıq. Necə ki, printerdə biz 1, 4, 7, 8 olanda bunların hamısını sayırdıq. Eləcə də bunların hamısını toplayırıq. Yəni üstə gəlirik D3 və D4-dür. D3 1-dir, D4 3-dür. Üstə də bunları gəlib opşi sayına bölürəm. Yəni opşi sayı nədir? 7. Day burada ayrı-ayrı qətiyyən hesablamırsınız. Eyni mötərizənin içindədirsə hamısını toplayıram. Bölürəm yekun sayı. Bu da elədir 4 dənə. Sonra keçirəm 160-cı sualda.
160'da deyir maksimum A1-dən D4-ə. Bu biraz rahat idi. Burada da əsas diqqət olunan hissə nədir? Əslində maksimum 42 kimi görsənir, amma yanında işarə var bunun. Bu rəqəmdən sayılmır. Ona görə maksimum qalır burada 21. 161-də minimumu soruşur. Minimum A1 C3. A1-dən C3-ə qədər verilən ifadədə ən kiçik qiymət nədir? Burada 0. Oldu düzgün cavab A variantı. Sualda əsas nəyə diqqət edirik? Diapazona diqqət edirəm. Çünki baxın burada -10 filan var. Amma bu həmin hissələrə toxunmur. Yəni gəlir bizə deyir ki, A1-dən C3-ə qədər yekunlaşdır. Bir buna diqqət edin. Bir də bundan daha vacib olan bir şey var. Sualın şərtinə mütləq diqqət edin. Çünki bəzən baxırıq ki, belə cədvəl verəndə bizə də nə hesablama var. Biz direkt fokuslanırıq bu hesablamaya. Amma bəzən burada sualın başında yazır ki, məsələn bu hissədə yazır C1 xanasının qiyməti nədir? C1 xanasının qiyməti 8-dir. Elə cavab da olur 8. Yəni elə bir növ belə deyək də, yəni bizim diqqətimizi yoxlayır, məntiqimizi yoxlayır, həmin an situasiyanı yoxlayır. Yəni heç bu sualla informatikanın əlaqəsi olmamış olur. Yəni heç bu sualı hesablamıram. Birbaşa rəqəm olan bir xanaya yönəldir bizi. Ona görə mütləq sualın başında nəyi soruşduğuna diqqət edirsin. Yəni söhbət hansı xanadan gedir? Bəlkə başqa bir xananı soruşur, bəlkə məndən adi bir hərfi soruşur və s. Bu belə qəşəng bu funksiyalarda Müəllim, minimumda mənfi götürülür. götürülür. Əlbəttə, bəli, elə indi oxuyurdum yazı, Nərmin xanım dediyim. Bəli, mənfidirsə mənfi, müsbətsə müsbət. Yəni fərqi yoxdur. İçində ən kiçik qiymət nədirsə onu. Elə bir bu da riyaziyyatdır. Rəqəmlərin ən kiçiyini. Baxın, gəlin burada yazıram bərabərdir minimum, minimum. Bax, bu diapazon istinad eləyir. Bax, bura. Hətta bax, belə istinad eləyir. Bax, belə yekə bir hissəyə. Bax, bura. Bütöv. Zaten A boşdur onsuz da. Burada gəlirəm. Bu arada deyəsən minimum yazılmadıq burada. Hani bərabərdir minimum, minimum. Bax, bu hissə. Bu da bizim cavabımız. -2. Yəni, bu diapazonda ən kiçik qiymət nədir? -2. Belə. Növbəti o zaman bu statistikləri də bitirdiksə keçirik gənclər ən axırıncı bugün izah edəcəyimiz məntiqi funksiyalar. Dördüncü gəlir məntiqi funksiyalar. Funksiyalar. Bunlar nələrdir uşaqlar? Birinci if, sonra and. Bu 1-2 deyil də sadəcə şərt olaraq yazırım. Yəni ifdir, anddir, ordur, notdur. Ardıcıllıq deyə bir şey yoxdur. Sadəcə mən izah üçün nömrə qoyuram bura. True ilə false-da. True ilə false funksiyada var. Yəni real bizə məntiqi funksiyalar desə true false-u funksiya olaraq götürürəm. Amma biz bərabərdir true, bərabərdir false yazmırıq. Nəticədə true false çıxır. Yəni məsələn, bax gəlin xanada göstərim. Tutalım ki, mən xananın içinə yazıram ki, bərabərdir, bərabərdir. Bu böyükdür bundan. Yəni 5 böyükdür -2-dən. Enter vuran kimi nəticəni true göstərir. Yəni true'un bir nəticə verir. Və yaxud da bərabərdir məsələn 5 kiçikdir -2-dən. Bunun da nəticəsi false. Yəni true false bu deməkdir. Yekun nəticə düzdürmü, səhvdirmi? Yəni qısaca biz burada true false-u ancaq ifadə ilə yazırıq. Yəni məsələn yazsa ki, bərabərdir 3 böyük 2-dən, cavab true. 3 kiçikdir 2-dən, cavab false. Bu bilgilərdə birinci if-dən başlayaq. If-də indi özü yazır A1 böyük A2 filan filan. Mən içini birbaşa yazıram da xana kimi yox, rəqəm kimi yazıram. Onsuz da xananın içindəki biz rəqəmlərə baxırıq. Məsələn, xananın içində yazıb ki, A1 xanası tutaq 3 böyükdür. Məsələn, yazıb A2 xanası. Orada da 1 var. Belə bir dənə şərt olur. Sonra 2 dənə də hesablama tipli bir şey olur. Məsələn, yazır 3 plus 2, 3 minus 2. Üçlü hissədən ibarət olur. Yəni, mütləq 2 dənə nöqtə vergül olur. Belə deyim. Bu birinci hissə şərti göstərir. Şərt. İkinci hissə o şərtin true və yaxud da üçüncü hissədirsə false olduğunu göstərir. Və bu.
Şərtdir. Elə bir alqoritmi düşünə bilərsiniz də. Alqoritm nə dediyi AB-dən böyüksə belə getsin, əks halda belə getsin. Bu da onun fərqli forması. Şərt doğrudursa birincini, yanlışsa ikincini hesablayıram. Şərtə baxıram, 3 birdən böyükdürmü? Hə. Onda bunu hesablayıram. 3-ün üstə 2 gəlirəm, cavab olur 5. Gəlin elə o birlərlə qarışdırmamış, çünki bunun üçü də eyni şeydir. Elə birbaşa if-in sualını göstərim. If-ə baxın siz. Sonra digərlərini keçək. Bax, məsələn, uşaqlar 120-ci sual. İf sualdır. Hesablayın özünüz. Birinci verilən şərtdir. Bax, kömək edeyim sizə birazca. Bax, bu şərtdir. Birinci nöqtə vericiyə qədər. Bu şərt doğrudursa, bax, bu hesablamanı, şərt yanlışdırsa, bax, bu bir hesablamanı edirsiniz. İndi şərti filan da özünüz axtarır. Soruda rəqəmləri verir. Doğrudursa müəllim hansını eləyirdik? Elə bir birinci gələn doğrudur. Bax, birinci hesablama bu doğrudur, truedur. İkinci hesablama yanlışdır. Yəni düzdürsə birincini, özündən sonrakını, yanlışsa axırıncı gələni hesablayırıq. Super. Deyir A6 böyükdürmü A3-dən? A6 8-dir. A3 də 4-dür. Yəni 8 4-dən böyükdürmü? Hə. Böyükdürsə birincini hesablayıram. A3-ü 6-ya vurun. A3 4-dür. 4-ü 6-ya vuranda 24. Və ya 120 tipli düşür, ya da gəlib bax belə. Özü funksiya şəklində verər. 120 ilə uşaqlar 121-in fərqi nədir? Bilirsinizmi? Arasındakı fərq. Proqramın özündə göstərin. Belə misal üçün heç bir fərqi yoxdur. 120-ni mən belə yazmışam. Yazmışam ki, bərabərdir if. Yəni özüm əlimlə yazmışam da. Yəni götürüb yazmışam ki, if məsələn bu böyükdürsə bundan o halda məsələn bu 4-ün üstünə məsələn əlinləmsə 4 yazıram belə. Yaxud da əks halda bundan çıx 2-ni. Da belə bir şey. Bu da oldu nəticə. Həqiqətən yoxlayaq. 5 -2-dən böyükdür deyə B5-in üstə 4 gəlir. B5 4-dür. 4-ün üstə 4 gəlir, verir 8. Yəni ifi əllə yazanda belə olur. O cədvəl kimi necə olur? Bu bayaq dediyi fx-dan yazmaq, funksiyadan yazmaq. Əgər funksiyadan yazıramsa mən if funksiyasını, və if açıram, onda da belə olur. Eyni şeydir əslində. Bunun birinci hissəsində logical test var. Bax, görürsünüz, şərti yazırıq. Yəni burada deyirəm ki, söhbət hansı şərtdən gedir? Məsələn, B1 böyükdür C2 şərtindən. İkinci hissəsi görürsünüz, value if true. True'dursa, bax, bura yazdığını hesablayır. False-dursa, bax, bu üçüncünü hesablayır. Görürsünüz, ona görə deyirik ki, bu birinci şərtdir, sonra true'dur, sonra false-dur. Yəni biz funksiyanın arqumentinə əsasən deyirik. Bu formada bizə sxem verəndə təbii ki, primitivdir. Çünki görsənir burada. Belə tərcümə edirsən, yəni hansı nə işi görür, burada yazılıb. Amma yox, belə xanada verəndə o halda da bunun izahını bilməliyik ki, hansı nədir deyə. Belə, yəni burada verilən 121 tipli test bir tık əslində daha rahatdır. Çünki özü belə yazır burada. Bax, indi bunun 121-in çaşdırıcı ya da çətin tərəfi nədir? Bu sualın. Yəni sırf bu sualına belə bu formanı yox. Burada deyir ki, C4 xanasının qiymətini tap. Deyə bilərsiniz ki, biz C4-ü görmürük. Zaten bu funksiyanı ona görə belə göstərib ki, yəni biz C4 xanasındayıq. Yəni bu funksiyadır. Çünki belə aktiv olaraq C4 görünmür. Yəni C4-ün içində bunu açıb. Burada bax, şərt hissəsi budur. Deyir A1 böyükdür C3-dən. Uşaqlar avtomatik belə götürür. Deyir A1 2 9-dan. Bununla müqayisə edir. Amma sualda burada gör nə yazır? C3 yazıb. Bayaqlar demək istədiyim oydu. Xanaya diqqət edirsiniz. C3 nədir? C ilə 3-ün kəsişməsi. Yəni C3 bu xanadır. Yəni bu xana nədir? Boş. Yəni 0. O da mən nə deyirəm? 2 böyükdürmü 0-dan? 2 0-dan böyükdürmü? Hə, yəni düzdür. Düzdürsə true olanı həll edirəm. True'da deyir B3-ün üstünə A1 gəl. Yəni 9-un üstünə 2 gəl. Eləyəcək cavab 11.
Bu forma keçənki nəşrdə bunun cavabı səhv getmişdi. Bugünkü nəşrdə düzəldiblərmi bilmirəm. Yəni bu cavab bu. B variantı. Yəni diqqət eləməli olduğunuz hissə budur. Bir dənə sizin cavablarınıza baxım görüm siz nə yazmışdınız. B, B. Əhsən uşaqlar, super. Belə çiçək kimi tutubsuz məntiqini. Əla. O zaman ifi başa düşdünüzsə, Mənim üzr istəyirəm. Bəs bu bəli, aşağıdakı bəli. nə vaxt eləyə bilərik? Nə, bu bir false mu? Bəli, bəli. Məsələn, burada belə yazsaydı, biz şərtə baxırıq da. Bu şərt səhv olsaydı bunu həll eləyərdim. Yazsaydı ki, A1 kiçikdir C3-dən, 2 Hə, səhv sıfırdan olsa da kiçikdirmi? aşağıdakını eləyəcəkdik də uje. Ay yaşa, səhvdirsə bunu. Hı hı. Tamam mı? Bu şəkildə əldə edilir. Elə bir şey kimi düşünün də. Oğlanın Məsələn, alqoritmi. yəni oğlanlara uyğun bir misal deyəcəkdim. Bu hərbi xidmətlə bağlı sadəcə demədi. Daha şey olmaz. Elə bir imtahandır fevralda. Daha ciddi bir şey deyim də. Fevralda məsələn 45-dən yuxarı yığsalar, olurlar magistr. 45-dən aşağı yığsalar, bunun ikinci şərti gəlir. Yəni ya iş şərti gəlir, ya hərbi xidmət şərti gəlir. Yəni başqa bir alternativdir də artıq o. Səhv o demək. Yəni ikinci variant var. Belə. Sonra gənclər, keçirik. İndi bunun bu üç dənə qalıb. Bununla da funksiyaları yekunlaşdırırıq. Bu and, or, not ifadəsində. Bu nədir uşaqlar? Bunlarda üçündə də cavab ya true'dur ya da false'dur. Yəni bunlarda bir rəqəm cavabı olmur. O açıdan da imtahanda yadınızdan çıxıb variant atsanız belə ya true ya false atırsınız. Not nədir? Not inkarlıqdır. Yəni tərsinə çevirməkdir. Məsələn yazıram not 3 böyüklü 2-dən. Normalda 3 böyüklü 2-nin cavabı nədir? True'dur. Yəni bax aşağıda yazmışım. 3 böyüklü 2-nin cavabı true'dur. Amma qabağında not varsa elə bir not nədir? Bizim deyir, not deyir ki 3 2-dən böyük deyil. Yəni not sanki içəridəki işarəni dəyişir. Yəni sadə şəkildə bunun cavabı nədirsə, qabağında not varsa tərsini yazırsan. Bax belə. True-sa false yazsan, false-sa true yazırsan. Məsələn, nümunə kimi bir test göstərim. 133-cü sualı həll edin. Əla. Deyir C1 böyükdür A1-dən. C1 7-dir, A1 də 3-dür. 7 3-dən böyükdür. Normalda true'dur. Qabağında not var deyə cavabı götürürəm false. Yəni not tam tərsini götürməkdir. Belə. Qaldı and-dən or məsələsi. Uşaqlar, and-dən orun içində çoxlu şərtlər olur. Düzdür, bir dənə də ola bilər. Yəni elə bir belə izah edin. Baxın, məsələn, mən yazmaq istəyirəmsə təkcə 3 böyükdür 2-dən, bunu elə 3 böyükdür 2 yazıram, nəticəni verir. Amma mən istəyirəm ki, həm bir neçə şərt yoxlayım da, həm də kimi sanki. Ya da kimi. Məsələn, mən deyirəm yoxlayım həm 3 böyükdür 2-dən, həm 6 kiçikdirmi 9-dan. Nə bilim, məsələn, 2 böyükdür 5-dən və belə bir şeylər. Yəni bir neçə şərt olarsa, o halda or ya da qabağında and yazır. Bəs bunların fərqi nədir aralarındakı? Fərqi budur ki, gənclər, and odur ki, içəridə verilən şərtlərdən hamısı düzdürsə, cavab true. Əslində orada da elə eyni şeydir. Hamısı düzdürsə, cavab true, ikisində də. Hamısı səhvdirsə, cavab false-dur. Bir də deyirəm, hamısı düzdürsə düz, hamısı səhvdirsə səhv. Aralarındakı fərq oradan ibarətdir ki, içi qarışıq olarsa, yəni içində həm düz, həm səhv olarsa fərqi var. Yoxsa belə için hamısı düzdürsə, and də true göstərir, orada true göstərir. İçərisində hamısı səhvdirsə, and də false göstərir, orada false göstərir. Əgər qarışıqdırsa, fikir verin, bax bu düzdür, bu kiçik, bu səhvdir. Burada da eyni şey yazdım. Yəni içində həm düz, həm səhv varsa, o halda and false'u göstərir, or true'nu göstərir. İkinci bir variantdan deyim. Elə bil orada bircə dənə düz varsa, cavab true'dur. Səhv olması üçün hamısı səhv olmalıdır. Çünki orun izahı budur. Ya bu düzdür, ya bu düzdür, ya bu düzdür. Yəni ya yadadır. And də
içində bircə dənə səhv varsa cavab false-dur. Demək, orada bircə dənə düz varsa düzdür, ənddə də bir dənə səhv varsa səhvdir. Çünki ənd həm də deməkdir. Deyir, həm bu düzdür, həm bu düzdür, həm bu düzdür, amma səhv deyir axı, bu düz deyil. Deməli, ənddə bir dənə səhv varsa false, orada bir dənə düz varsa düz. Bitdi, bu fərqi budur. Gəlin bir dənə iki dənə buna da testə baxaq. Yəni ki, elə yadınızda qalar. Müəllim, bu notda Məsələn, var ha. bəli. Notda əgər 2 3-dən notun qarşısında 2 3-dən böyükdür göstərsəydi, true yazılacaqdı. Bəli. Hı -hı. Səsiniz gəlmir müəllim. Mən səsim gəlmir. Yəni sual vermişəm deyin gəlmir. Hə, bağışlayın. Ya estağfurullah, narahat olmayın. Prosto dedim yazsınlar. Ona görə. Allah razı olsun səndən. Hər dəfə nəsə olanda sən xəbərdarlıq eləyirsən. Demək 105, 106 AC. Super uşaqlar çiçək kimi düz. Əhsənsin. 105-ci sualda ordu. Bir dənəsi düzdürsə düzdür. Deyir A1 böyükdür sıfırdan. 5 sıfırdan böyükdür. Elə bu düzdür. Heç ikincini yoxlamıram. Bir dənə düz varsa düz. Elə bu or biraz rahatdır da. Çünki bircə dənə düz tapdınsa getdi. Ənddə amma səhv tapdınsa rahatdır. Yoxsa səhv tapmadınsa hamısını bir-bir yoxlamalısan ki, görüm içində səhv varmı? Məsələn 5 12-dən böyükdürmü? Yox. Elə bu səhvdir deyə cavab false-dur. Heç opsiyonu yoxlamağa dəyməz. Niyə yoxlamağa dəyməz? Çünki bu düz də olsa cavabı səhv götürəsiyəm, səhv də olsa. Çünki onsuz da bir dənə səhvi tapmışam buradan. Bir dənə səhv varsa bitdi. Qalanlarına baxmağın bir mənası olmur. Yəqin ki, bu and orada başa düşdünüz deyə düşünürəm. İstəyirsə bir dənə də 110-a baxın. Bəli. Düz. Deməli, burada baxırıq deyir B1 B2-dən böyükdürmü? 5 boşluqdan, yəni sıfırdan böyükdürmü? Böyükdür. B1 A3-dən böyükdürmü? 5 A3-də 4-dür. 4-dən böyükdürmü? Böyükdür. İkisi də düzdürsə cavab olur true. Əla, super. Bunu da başa düşdünüzsə hər ikisi düzdür. Bəli, düzdür. Bu da Müəllim, funksiyalar bununla yekunlaşdırdıq. Belə 111-də gəlsin, növ. Bəli. bağışlayın. 111-də o üçbucaq var ya müəllim, yaşıl üçbucaq. Onun bir Hə, mənası var, təsir eləyir suala. var əslində. Onu deyəcəydim ki, səhvləri gələn dərsə saxlayaq səhvləri. Çünki bir tablar qalır, bir səhv. Onda növbət dəstəyək. Belə izah edeyim də bunun funksiyası. Bir dənə gözlə dayandırım bir dəqiqə. Digər ki, izah eləməmişəm. Və burada 111-ci sualda. O işarə nə zaman gəlir? Məsələn, tutaq bura yazmışam 5. Bura yazıram 3. Tutaq hər hansı bir, belə deyil, bir kənd düşünək, bir qəsəbə. Həmin insanların orta əmək haqqısını hesablamaq istəyirlər. Ki, görək burada yaşayış vəziyyəti nə yerdədir və s. belə bir şey. Tutaq ki, alır bir adam 500 manat əmək haqqı, bir adam alır 600 manat əmək haqqı, biri alır 400 əmək haqqı və s. Kənddə də bir dənə məsələn biznesmen var, tutaq ki, ortalama gəliri məsələn 15 mindir. Tamam, 150 min yazıq. Olsun 150 min fərq yoxdur. 15 mindir. Yerdə qalanlarda belə 450, 750 və s. alırlar. İndi mən burada ortalama indi bu siyahı böyük oldu təbii ki. Burada normalda ki aranızda yəni ki iqtisadçı uşaqlar var. Moda, median var. Median ən idealda tam ortanı göstərir və s. Yəni statistikada da bu da sadəcə formal olaraq deyirəm də, yəni o şeyi izah eləmək üçün. Mən burada əgər ədədi orta çıxartsam, yəni orta göstərici yazsam ki, average bu, onda belə çıxacaq ki,
Maşallah hər kəs alır 3000 manata yaxın əmək haqqı. Amma bu real deyil də. O açıdan bir orta göstərici verəndə doğru çıxsın deyə siyahıdan kənarlaşdırmaları uzaqlaşdırmalıyım. Yəni bunu bu siyahıdan çıxartmalıyım. Əgər bunu buradan silmiş olsam, bu adamı nəzərə almamış olaraq. Amma bu adam fakt var axı. Yəni sadəcə ədəd ortada görünməməsini istəyirəmsə, mən o qabana bir dənə apostrof atıram. Apostrof bunu məcburi mətnə çevirəcək, yəni atacaq qabağa. Fikir ver. Bu üçbucaq göstərəcək. Üçbucaq ona xüsusi bir şeyin verildiyini göstərir də belə izah edim. Yəni qeyd eləmişəm onu. Fikir ver, yerdə qalanları hesablayıb sayına böldü. Bax, ortalamanı çıxartdı ki, 540 manat əslində. Yəni bu işi pozan budur. Bunu niyə bu formada eləyirəm? Mən normalda bunu belə yazsam, bax fikir ver bu. Yəni normal bu formada yazsam hesablayır. Prosto apostrofu funksiyalar görmür. Yəni samdır, samifdir, average'dir. O yazdığımız bayaqdan danışdığımız funksiya var mı? Riyazi, statistik filan. Funksiyalar görmür o apostrofu. Biz də funksiyadan gizlətmək üçün ona bir dənə qabağına apostrof tullayırıq ki, görməsin. Başa düşdünmü indi? Aydındır mən. Çox sağ olun. Yəni mənim istifadə etdiyim sahə bu olub. Ola bilsin indi kimlərsə bunu başqa formada istifadə ediblər, onu deyə bilmərəm. Sırf funksiyaların görməməsi üçün, indi o da məqsəddən asılıdır da, yəni onu sırf real şeyi görməsin deyə, yoxsa başqa mənfi şey, müsbət artıq o istifadə sahəsindən asılıdır. Belə, Amma funksiyalardan gizlətməkdir. Belə. Necə? Amma hesablamalarda istifadə olunur. Funksiya görmür. Yəni baxın, gəl nümunəsini göstərim də, heç gəlin dərsə saxlamayım, daha belə soruşuruz. Bax, əgər burada varmı bu cəbirin içində? Bu cəbirin içində yazsaydı ki, sum A2 B2, tamam mı? Onda bunun cavabı 6 olardı. Çünki sum onu görməyəcəkdi. Yəni funksiyalar görmür bunu. Bunu zaten funksiyadan gizlətməkdir. Yəni funksiya bir dənə bunca görəcək. Amma belədən normalda plus minusdan yazsansa, o bunu görür. 8-in üstə 6 gəlib 14 götürür cavabı. Fikrimi başa düşdünüzmü? Yəni funksiyalar görmür. Belə riyazilər görür. Normal toplama, çıxma, vurma, bölmə görür. Yəni əlinlə plus yazıbsansa görür. Funksiya yazıbsansa görmür. Hə, başa düşdüm. Aha, başa düşdüm. Bəli. Belə. Bu sadəcə bir-bir yoxlamada olsun, amma belə topanın içində görünməsin. Bundan ötürüdür. Yaxşı, belə gənclər. Bunu da yəni ki, başa düşdünüzsə, o zaman belə. Bugünkü dərsimiz belə bu qədər. Gəlin, keçək ev tapşırığının səhvlərinə baxmağa. Excel'dən. Buyurun gənclər, evə verdiyimiz hissədən deyin suallarınızı. Siz evə bunu zəhmət 80 dənə test vermişdik. Nə? İndi hal-hazırda nəyi verdiniz? Onu deyin də bir dənə zəhmət İndi olmasa. onu yazacağım qrupa. Qrupa yazdım Hə. çünki kitab buradadır, əlimin altdadır. Amma sizə konspektdən oxuduruq axı. Konspektə baxmalıyam ki, səhifə neçəyə düşür. Çox güman ki, page setup'a düşəcək. Səhifə 11-ci səhifəyə qədər, 11, 12-yə qədər. 11-dir deyəsən. Aha, oldu. Çox sağ olun. Buyurun, siz də sağ olun. Buyurun gənclər, deyin sualları ya da yazın. Testdən 10-a qədər sual, 20-yə qədər sual. Testə keçən kimi uşaqlar qrupdan ayrılır. Ya uşaqlar testlərin səhvinə baxsaz da olar. Yəni baxsaz daha yaxşı olar. İmtahana qəbula düşən testlərdir. 13-cü sual. 13-də deyir ki, boş vərəqin sonuncu sütununa müraciət etmək üçün kontrol sağa sola işarələrdir. Burada Excel proqramında gənclər, biz normalda kontrol sağa gedən oxu vuranda sonuncu dolu sütuna gedir. Baxın, məsələn, nümunə kimi göstərim. Bura yazılar yazmışam. Bax, sonuncu budur da bu sətirdə. Kontrol sağa vururam, sonuncuya gedir. Bax, buradan gəldiyində burada yazı yazaq ki, belə boş olmasın. Bax, sonuncu dolu sütuna keçdi. Əgər özünün sağ tərəfində dolu sütun yoxdursa, o halda ən axırıncı sütuna keçir. Yəni sonuncu boş sütuna keçir. Ona görə boş bir vərəqdə kontrol sağa sonuncu sütuna keçmiş olur. Bu da boş vərəq deyir. Sonra 9. 9. Deyir, xanaya daxil edilmiş ədədi mətnə çevirməyənlərdir. Bu faiz işarəsi. Niyə? Çünki biz deməli, rəqəmin yanına
hansı işarəni yazırıqsa yazaq, bax uşaqlar 5-dir, düzdür? Rəqəm harda olur? Sağda. Mətn harda olur? Solda. Solda. Rəqəmin yanına hansı işarəni yazırıqsa yazaq, avtomatik sola çevirir. Bax, rəqəm yanında hərf də yazanda solda görünür. Nə bilim, sual işarəsi. İndi orada variantda yadımdan çıxdı işarələr. Ət işarəsi, sonra Dırnaq. başqa. Dırnaq olsun. Dırnaq bayaq şeydə yazmışdıq onsuz da. Bu apostrof deyilsə, dırnaq yazım. 2 dənə dırnaq. Bu dırnaq olsun. 5-dən əvvələ apostrof qoyanda yenə sola atır, amma bayaq dedik, bu plus minus bunu görür, amma yenə mətin kimi görünür. 5-dən sonra da dırnaq elə belə mətin kimi görsənir. Yəni belə, amma bir dənə faizdir ki, çünki 5% 0,5 deməkdir axı. Yəni bu rəqəmin bir formatıdır. Ona görə faizi sola atmır. Yəni 5% 0,5 deməkdir. Yəni bu bir rəqəmdir. Burası faiz kimi görünür. Belə. Yəni bir dənə çevirməyən faizdir. Ümumiyyətlə bu tip testdə nə vaxt apostrof götürərəm? Onsuz da yerdə qalanlar həmişə səhvdir də, bunlar mətndir. Desək ki, hansı işarə ədədi məcburi mətnə çevirir? O apostrofdur. Məcburi mətn odur ki, məcburən solda görünür. Əslində toplama, çıxma onu görür. Amma məcburi sola atmışıq funksiyalardan gizlətmək üçün. Amma belə hansı çevirmir, o faizdir. Çünki faiz elə rəqəm deməkdir. Sonra Mənim 8-ci sual səhifə 6-ya qədər 400. oxudum. Orada hə, ola bilər axır hissələrdədir, View-dadır. Word-da 10.500-dür, burada 10.400-dür. Məsələn, burada minimum soruşur 10-dur. Məsələn, şrift 12. ölçüsü qabağınıza çıxmayıbsa, şrift də standart 872, minimal 1, maksimum 409-dur. Burada nə soruşur? Maksimum ölçü 409. 17. Seyvəzlə nəyi yerinə yetirmək olmaz? Seyvəz kitaba aiddir. Kitabın adını dəyişir, kitaba parol qoyur və s. Yəni vərəqlə bağlı heç nə eləyə bilməzsiniz. Çünki özünüz düşünün, Word, Excel-də görün nə qədər vərəq açmaq olar burada. Yəni mən bura amma seyvəzə gələndə burada bircə dənə adı yeri var. Yəni bircə dənə ad yazmaq var. Bu book'un adını dəyişir. Burada vərəq hissəsinin adını dəyişə bilmərəm. Çünki vərəq eyni sayda ola bilər. Ona görə seyvəz vərəqin adını dəyişir, vərəqin tipini dəyişir, vərəqə parol qoyuruq, puldan general option və s. Yəni vərəqlə bağlı əməliyyatlardır. Sonra 12. 12. Vərəqin adını dəyişmək üçün istifadə oluna bilər. Ya üzərində sağ düyməni vurub rename eləyə bilərəm, ya vərəqin üzərində 2 dəfə klikləməklə bu mümkündür. Başqa faildə seyvəz olmaz. Seyvəz kitaba aiddir. Vərəqin boş hissəsində F2 bu da olmaz. F2 xananın içində redaktədir. Baxın, bu vərəqdir. Bax, adı, adı. Üstündə 2 dəfə klikləsəm görsünüz, dəyişə bilirəm. Gəlirəm, üstündə sağ düyməni vurub rename eləyə bilərəm. Bu da mümkündür. Məsələn, indi yazıram BBB. Amma gəlin mən burada F2-ni vurmağa çalışsam, bax, kursor hansı xanadadırsa, məsələn, kursor buradadır. Mən gəlib bax, bunun üzərində seçib F2-ni vururam. Kursor o hansı xanadadırsa o xananın içərisinə düşür. Fikir verin, bax, kursor bu xananın içinə düşdü yazı yazmaq üçün. F2 budur. Seyvəz də dedik ki, kitaba heç bir yəni vərəq aidiyyatı yoxdur. Deyə bilərsəm, qrupa baxaram. Merge birləşdirməkdir. Məsələn, bu xanaları seçirəm. Hansını istəsəz. Buyurun, birləşdirin, bir bütöv xana oldu. Baxaram indi qrupa nə yazdığınızı. Bir dənə baxım deyim. Sonra yuxarılar. Hə, yox, siz dediyiniz Word sualdır, o ayrı bir şeydir. Hə, onu izah edərəm, o heç, o Word-dür. Sonra Excel-dən gənclər. Mənim 31. 31. 31-də deyir ki, merge hardadır? Bu şeydə hardaydı Word-də? Merge, kənar boşluqlar. Layout-un içərisində, düzdürmü? Layout-da page setupda. Burada da layout-un adı page layout gedir. Düzdür, vermədiyimiz hissədə də budur, bax. Merge, kənar boşluqlar. Layout-da page setupda. Sonra 22. 22-də deyir ki, baxaq.
L1 S1 referens stilin funksiyasını soruşur. Bu sütunla sətir adlarının yerini dəyişmək deyə də bilər. Elə belə deyim də, yeni dəyişmək də deməyim. Sətir qalır, sütunu rəqəmləyir. Yəni sütun adlarının rəqəmlə ifadə olunması. Belə deyək. Bax, o variantlara deməli, bax bu sütun başlıqlarının rəqəmlərlə ifadə olunması. Counter istəyirsiniz göstərin bunu. Məsələn, bax burada Excel-də sütunlar hərfdir, sətirlər rəqəmlə nömrələnir. Mən istəyirəm ki, sütunları da rəqəmlə nömrələyəm. Gəlirəm optiona, buradan formulasından L1 S1 referens stil var. Onu tapıb seçib aktivləşdirirəm. Fikir verin, sütunlar rəqəmlərlə işarələnmiş olur. Bax belə, bu sütun adlarının rəqəmlərlə işarələnməsidir. Yenidən ləğv etmək üçün yenə optiona keçirəm. İşarəni götürürəm, ləğv edirəm. Belə. Sütun adlarının rəqəmlərlə ifadə olunmasıdır. Sonra Sədam müəllim, bir sual verə bilərəm. Bu nisbi mütləq ünvanlar var da, onu bir dənə izah edə bilərsiniz. Məsələn, cədvəl verəndə və yaxud da xana hansı xanaya aiddir, düzgün də adlandırılıb o haqqında. belə, yəni nisbi ünvan dollar olmayandır. Məsələn, A1-dir, bu nisbi ünvandır. Yəni dollar yoxdur. Mütləq ünvan odur ki, həm hərfin qabağında dollar var, həm rəqəmin. Və bu olur mütləq ünvan. Mütləq. Bir də qarışıq ünvan var. Məsələn, dollar A1 ya da A dollar 1. Buna da qarışıq ünvan deyilir. Yəni bir dənə dollar varsa qarışıq, həm hərfin, həm rəqəmin qabağında dollar varsa mütləq, dollar yoxdursa nisbi. Səhv Dollar harda necə olmaq verir? onda? Məsələn, dollar ən axırda gəlməz. Bax, A1 dollar verə bilməz. Dollar nəyisə qabağında olmalıdır. Yaxud da götürüb dollar A, dollar 1 yazılmaz. Yəni 2 dollar yanaşı gəlməz. Dollar axırda olmaz. Və yaxud da məsələn AA 25 xanası var. Götürür yazır ki dollar A 2 dollar 5. Dollar 2 dənə rəqəmin ortasında olmur. Elə bir dollar ya bütün rəqəmlərdən əvvəl, ya bütün hərflərdən əvvəl. Eyni şəkildə 2 dənə hərfin ortasında da dollar olmaz. Elə bir dollar ya hərflərdən əvvəl, ya rəqəmlərdən əvvəl olur. Ya da hər ikisi olur. Həm hərflərdən əvvəl, həm rəqəmlərdən əvvəl. Tamam mı? Hansı sual istəyirsiniz deyin baxın. 45. 45 də. Bax, düzgün xana adını hansıdır deyir. Dollar axırda olmaz. Bu getdi. Tamam mı? Bu düzdür. Burada sıxıntı yoxdur. 2 dənə hərf, 2 dənə rəqəm. Birinci hərf gəlməlidir. Rəqəm gələ bilməz. Bunların ikisinin də səhvi odur. Çünki S2 deyirik. 2S demirik. Bunun da səhvi 2 dənə hərfin ortasında olmur. Bunun düz versiyası nə olardı? Ya YY dollar 9 yazmalıydı, ya dollar YY 9 yazmalıydı. Ya da dollar YY dollar 9 yazmalıydı. Yəni dollar ya hərflərdən, ya rəqəmdən əvvəl olur. Yəni iki hərfin ortasında, iki rəqəmin ortasında rəqəmdən sonra dollar olmur. Sonra da Eyni ola şəkil bilməz. rəqəmdən sonra olmaz. Yox, dollar bir qalxandır da, nəyisə qorumaqdır, nəyisə mütləqləşdirməkdir. Və dollar axırda gəlib, səhvdir. Burada bu düzdür. Birinci hərf gəlməli idi. 2 dənə hərfin ortasında dollar olmaz. Bunun da səhvi sonuncu sütun X, F, D-dır. T hərfinə çatmır. Buna görə səhvdir. 47. Hə, onu da demiş olduq. Bəli. Sonra gənclər 50-yə də baxardıq da mən. neçə? 50. Bir o da bunun kimidir. 50. Bax burada. Deyir hansı düstur kimi düzgün verilib? Düsturda birinci bərabər işarəsindən başlamalıdır. A ilə B-ni çıxdıq. Çünki bərabər yoxdur. C variantı düzdür. D variantında bax buradadırsa. D-ni 4-ə bölüb. Hərfi rəqəmə bölmək olmaz. Yəni bu D1-i 4-ə bölmək olar, D2-ni 4-ə bölmək olar. Yəni bu D-nin rəqəmi olmalıdır. Yəni xana olmalıdır bu. Xana olması üçün də hərf və rəqəm gəlməlidir. Yəni bu D-da rəqəm olmalı idi. Yeni səhvdə bunu tərs yazıb. D7 vur 9 yaza bilər. Yəni 7 deyə bir xana yoxdur. Xana adında birinci hərf gəlməlidir. Buradakı bu işarə qüvvət işarəsidir. Yəni B5-in kvadratı deməkdir. Yəni burada bir səhv yoxdur. Sonra B-də gənclər dizin var.
Rəqəm Nə? birinci rəqəm üçün B variantında birinci rəqəm gəldiyi üçün yanlışdır. Yəni düstur birinci bərabərlə başlamalı idi. Bu olmasaydı düz olardı. Yəni düsturda götürüb şeylə başlamaq olmaz. Xana ilə. Düstura birinci bərabər qov yazmalıyam. Yoxsa qalan hissələr doğrudur. Tamam mı? Bərabərlə başlamalı idi. Yəni burada götürüb F neçə ilə başlayıb. Sonra gənclər 60-70-ə qədər 80-ə qədər Onda müəllim tamam. qüvvəti Bəli. yüksəltmək üçün həm power funksiyasından, həm də bu işarət. Ay yaşayın. Bəli, bəli. Necə ki, vurma üçün həm ulduzdan, həm də produktdan istifadə edirik. Eləcə də qüvvəti yüksəltmək üçün həm pove yaza bilərik, həm slash yaza bilərik. Və yaxud da necə ki, toplama üçün həm plusdan istifadə edə bilərik, həm də samdan istifadə edə bilərik. Aydın. Sonra gənclər, bitdi mi? Tamam. Yazmayanlar nə? 70-ə. 70 baxaq. Yazmayanlar çalışın növbət dərsi tamamlayın uşaqlar. Testlər vacibdir. Bu hissə nədir? Deyir, ad qutusudur bu. Aktiv xananın ünvanını göstərir. Yəni biz hansı xananı seçiriksə, ad qutusunda həmin xana görürsən. Bax, bunu seçirəm, yazır bura C3. Bunu seçirəm, yazır B2. Bunu seçirəm A3. Bax belə. Aktiv xana nədirsə onu göstərir. Mən belə oxumuşam fərqdən. Prosta kompüter üzərində bilmədiyim üçün yoxdur da məndə. Ona görə belə soruşuram, üzrlü sayın. Yo, narahat ol. Yo, estağfurullah, elə şey mi olar? Narahat olmayın. Başqa? Tamam. O zaman gənclər, deməli, ev tapşırığı nəyə veririk? Test olaraq indi qrupa yazaram. Deməli, test 80-dən sonraki 100, deməli neçəyə qədər? 170-ə qədər test olsun. Yenə içində yazamadıqlarınız olacaq. Bir 5 səhifədə indi dərs verərik. 11-ci səhifəyə qədərdir. Çünki çox verməyək, yerdə qalanla da bu başdakı testləri yazmayanlar ya da oxumayanlar dərsə çatdırsınlar. Qalanını da növbət dərs verib elə Excel-i yekunlaşdırarıq. Sual olan varmı? Tamam. Çox sağ olun. Allah emanet olun gənclər. Özünüzə Sağ olun. yaxşı baxın. Sağ olun gənclər. Xeyrə qarşı. Qəşə-qəşə hazırlaşın. Siz də sağ olun gənclər.